Qədim zamanlardan bəri ipək parçadan hazırlanmış geyimlər öz gözəlliyi, fərqliliyi ilə hər kəsi valeh edib. Bəs görəsən, xüsusən də saray xanımlarının sevimli libasına çevrilən ipək parçalar necə yaranıb? Rəvayətə görə bir dəfə Çin kraliçası ağacdan çayının içərisinə baramanın düşdüyünü və fincanda ipək sapın peyda olduğunun şahidi olur. Məhz bu hadisə ilə ipək istehsalının əsası qoyulur. Hazırda dünyada istehsal olunan ipəyin 2/3 hissəsi Çinin payına düşür. Buradakı əyalətlərdə yerli əhali əcdadlarının adət-ənənələrini davam etdirərək ipəkçiliklə məşğul olur. Çin ipəyi dünyada ən yüksək keyfiyyətli parça hesab olunur. Arxeoloji və etnoqrafik tədqiqatlar göstərir ki, Azərbaycanda ipəyin tarixi böyük ipək yolunun yaranması ilə bağlıdır. Hələ qədim dövrlərdən burada barama yetişdirilir və onlardan ipək saplar hazırlanır. Həmin saplardan isə gözəl parçalar toxunur. Şamaxı Azərbaycanda ən qədim ipəkçilik mərkəzi sayılır. Hələ 14-cü əsrdə Şamaxı ipəyinin şöhrəti bütün Avropaya yayılmışdı. Müxtəlif dövrlərdə yaşamış səyyahların əsərlərində də Şamaxı ilə yanaşı Azərbaycanın Gəncə, Şəki, Şuşa kimi şəhərlərində yüksək keyfiyyətli ipək istehsal olunduğuna rast gəlinir. Qeydlərdə burada nəfis naxışları ilə göz oxşayan, misilsiz zərifliyə malik parçaların toxunduğu, ipəkdən qadın baş örtüklərinin və digər geyimlərin hazırlandığı yer alıb. Şəki ipəyi isə hələ o zamanlardan xüsusi istehsalı ilə yadda qalıb və fərqlənib. Bəs bu parçanın istehsalında istifadə edilən saplar necə yaranır? Bunun üçün ən yaxşı ipək baramaları seçilir. Bu kiçik varlıqların qida rasionu isə mühüm əhəmiyyət kəsb edir. Belə ki, onlar yaxşı qidalanmaları üçün keyfiyyətli yarpaqlarla təmin olunmalıdırlar. İpək sapı istehsal edə bilmək üçün isə öz çəkilərini 10.000 dəfə artırmalıdırlar. Baramalar yalnız təzə tər yarpaqlarla qidalanırlar və proses 40 günədək davam edir. Sonra isə baramalar ipək sap hazırlamağa başlayır. Hər barama kilometrlərlə ölçülən ipək sap hazırlamaq qabiliyyətinə malikdir. 3-4 gün fasiləsiz əməkdən sonra baramaların istehsal etdiyi sap kürəcikləri hazır olur. Daha sonra bu işdə əlbəttə ki, insan əməyi tələb olunur. Kürəcikləri qaynar suda həll edərək təmizləyirlər. İpək saplar xüsusi qurğular vasitəsilə formaya salınır və qurudulur. Təbii ipək saplar birmənalı olaraq sarı rəngdə olur. Sonradan müxtəlif rənglərə də boyamaq mümkündür. 21-ci əsrin elmi-texniki inqilabı əlbəttə ki, ipəkçilikdən də yan keçməyib. Hazırda dünyada ən son texnologiyalardan istifadə olunaraq ipək parçalar istehsal olunur. Nigar Abbasova, 525-ci kanal.